Aslan müəllim, Can. qarmon haradadır? Qarmon buradadır yani. Çala bilirsiniz? Çalaram, ancaq toz basıb bəlkə də onu. Mən Neçə ildir? Neçə ildir, yox, elə xəstələnəndən sonra da. Neçə- Aprelin 1-də mən operasiya olmuşam. Dekabrın 29-dan yatıram. Aprelin 1-də operasiya olmuşam mən. Ondan qabaq çalırdınız da? Bəli. Siz 94-dən məndə biraz Yox, 94-dən sonra nə danışırsan? nə qədər ifa eləmişsən? Eləyirəm, elə indi də eləyirəm. Yaxşı. Bə nətər bə? Bir çıxardaq görək. Ağırlıq olmaz ki. Yox, indi Ora gəlmək lazımdır. elə burada Balıq pişirmişsiniz deyəsiz, hə? Balığın iyisi. sən yanılır. Kim gəlib gətirir oradan? Adamımız var da gətirir. Həftədə bir dəfə balıq yeyirsiniz, hə? Bəli. Özə mən xəstəliklə əlaqədar elə professor deyib ki, balıq yesin daha yaxşıdır. Hə, beləncə. Bax, Bir də kömək elə asla. ayca. Ataya kömək elə. Bax, bu qarmon Vay, nə qədər bərəkətlidir, ha, Aslan müəllim? bəli, mənə nəfəs alıram da mən. Həmişə mənə dillər nöşün götürəndə öpürsən. Deyirəm, sadiq dostumdur da, bu mən də, mən çörək ağacımdır. Bax, bunları görsə, hamısı dostlar mənə hədiyyə veriblər. Hə. General Məhərrəm Əliyevdən tutmuş, Üzübəri, Nada, dostlar yatlar mənə, Bəhrəm müəllim, hamısı hədiyyə veriblər bunları. Mən bu qarmonla nəfəs alıram da, amma operasiyadan bəri mən qarmon əlimə götürmürəm. Olmaz, yəni həkim deyir icazə vermir, güc olar. Ağır şey olmaz, həmi köl açılmır axı. Ya şimdi toylara getmirsiniz, bəs ailəni necə saxlayırsınız Aslan müəllim? Belə bir vəziyyətdəsiniz. Çətinlik yaranıb da. Uşaqlar da balacadır, gərək bu uşaqlara baxan adam olar. Bəli, elə mən də Kimin ümidinə qoymusunuz bunları? vay görə də mən də 175 manat maaş alıram. Paşdı demək olar ki, dekabrın 29-undan mən nə toya gedirəm, nə bir şey, çətinliklər yaranıb. Ona görə də o bağda, orada baxa bilmirəm tabii o bağa da. Şimdi məsələn sizə kim baxır, ailənizə kim baxır? Qardaş, bacı, yaxud da qohum, əqrəba? Öyle özüm baxıram da. Axı 170 neçə manatla baxmaq olmaz. Yox, müəyyən dostlar ki var, Köməkli göstərir. köməkli göstərirlər. Sonra maşınımı qoymuşam satdığa, Nədir maşınınız? Mercedes ki, Alsınlar onun pulunu. hədə ki, o elə müəyyən yoldaşlardan pul götürmüşəm. İndi qoymuşam, Borcu verəsən. hə, borcu verəm. Allaha qurban olum da, belə çətinlik yaranıb da, nə təqaüd alıram, nə bir şey, 175 manat maaş alıram. Mən büyünə kimi, yəni ki, toylarla Dolanmış. dolanmışam da, indi də toylara da getmirəm. Müəyyən dostlar sağ olsunlar, gəlirlərmə dəyirlər, görsən ki, gedəndə görürəm ki, Yəni dostlar sağ olsun. Aslan müəllim, bir gözəl ifa eşidək sizdən, ürəyiniz istəyən bir ifanı xırda. Tüklərim ürpəşdi. Çox sağ olun.